Paytaxtın Nərimanov rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Daha sonra Nərimanov rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair video çarx nümayiş olunub. Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbubullayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkədə inkişaf və tərəqqi ili olub. Dövlət başçısının siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilib. İqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunub. Bu inkişaf Nərimanov rayonunda da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, şəhərsalma və abadlıq işlərinin sürətləndirilməsinə imkan yaradıb. Prezident Administrasiyasının Ərazi Təşkilat Məsələləri Şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib. Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb. Rayonda 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyatı qurumlara müvafiq tapşırıqlar da verilib. Şəhla Poladova, Ramil İbrahimov, Mərdan Məmmədov, Zeynal Əkbərov, Xəzər xəbər.